Yeni vloga başlayıram. Ad günü tortumu özüm hazırlayıram. Ayın 9'u ad günüm olacaq. Mən də bunu çəkirəm. Ayın 7'si. Bugün biskviti pişirirəm. Sabah da 8'ində bəzəyəcəm. 9'daki artıq mənim günümdür. Yumurtaları bayaqdan çıxartıb qoymuşam belə qabın içinə ki, soyuducunun soyuqluğu, o temperatur dəyişsin də biraz isti olmalıdır. Yəni otaq temperaturunda olmalıdır yumurtalar, amma yenə də soyuqdur. Amma çox da gözləyə bilməyəcəm çünki saat 11-dir. Çox da gözləməyəcəm. Başlayıram hazırlamağa. Hər şeyi yığmışam bura. Deməli fikrimi dəyişdim. Bilmirəm kimin evində belə bir mikser var köhnədən. Bu mamamın cehizidir, mamamın mikseridir. Bizim uşaq vaxtından, yəni həmişə mamam bütün şirniyyatları bu mikserdən hazırlayıbdı. O rəhmətə gedəndən sonra, ondan 1-2 il sonra mən də bunu götürüb gəldim evə. Heç işlətmirəm, demək olar ki, biraz üstün başını geri təmizləyim bu araları. Necə idisə elə də götürüb gəlmişdim. Dedim orada itbat olmasın, mamamın əşyasıdır. Uşaqlığımdan, yəni bu mikserə baxmaqla keçibdi də. Mamam çünki şirniyyatlar hazırlayırdı. Ad günlərimizdə tortu bu mikserlə hazırlayırdı. Bir çox adamın evində olar yəqin ki bu mikserdən. İstədim ki ad günü tortumu bu mikserlə hazırlayayım. Ona görə mikserimi dəyişdim. Belə işləyir. Belə eləyirəm. Məndə belə bir nə deyirlər buna, qəlbi deyək də, ondan var. Bunun biraz boşluğu ola bilər. Bunu gərək sıxam. Hələ ki belə nevdinka ilə belə şeyləmişəm ki, yığılmasın. Bu xovqanın öz qabıdır. Mən bunun, baxın, belə içdiyində eləyirəm. Bu xəttə qədər yerləşdirirəm. Belə. Xəttin üçün olur. Burada kağızım var. İndi bunu bu qədər kəsəcəm, altına qoyacağım. Kəsdim, yerləşdirdim. İndi hazır olsun, gətirib dökəcəm bunun içinə, sonra da qoyacağım pişməyə. Bu da burada hazır. Yumurta da bu qədər götürüb. Biraz da gözləyəcəm. Ondan sonra bunu əlavə edəcəm. Bunu da burada. Mən qabartma tozunu ona əlavə edirəm. Elə bir yerdə edirəm. Uşam yanında, özüm də girmişəm telefona. Az qalmışdı yalnız. Bunu kəsib atacağım, evi yoxdur. Dəyişətəm. Telefon bax belə başa bəladır. Belə qoydum. Yaxşıdır. Yəni üzünü ötürdüm də üstünə. Telefona girməsəydim. Qalınlığı da baxın belə çıxdı. Bunu mən ortadan böləcəm onsuz. Soyusun, keçim o birisini hazırlayayım. Bu birinci listim oldu. Bizim yanındaki Araz'a gelmişik. Sevdiğim adliyyə düyü. Sen göster. Götürürüm. Mayonez. Olmazsa şey yaxşıdır ki, keyfən. Biz alırız salama. Salama da şu. Yaxşı, bahadır. Bahadır. Bu. Sabah da qəşəydi o heç. Böyüyü. Ha, o heç o elədir. Qiymətə görə götürmüşdüm mən. Bunu götürəsə oldu. İndirim. Ad günüm üçün markete alışverişi eləmişik. Sabah qonaqlarım olacaq. Ona görə də getdik alışveriş elədik ki, evdə hər şeyi indidən hazırlayım. Sabah işə getməyəcəm, icazə aldım çünki gördüm ki, çox yoruluram. Bugün də ora get, bura get, çox yoruldum həqiqətən də. Ona görə səhər icazə aldım. İşdə olmayacağım, rahat işlərimi görəcəm. Nə aldım? Kəlam almışam. İstəyirəm dolma eləyim. Belə bir mayonez götürdüm. Sabunlar almışıq. Stüart. Konfet.
tacım. Bu şorabaları çox qəşəngdir. Yəni tacla əməkdaşlıq gərək eləyim də. Mən bunu ən çox mən tərifləyirəm. Kimə də tərifləmişəm bunun pomidorların. Gedib alıb da oradan da deyir ki, yəni dadlı da, şirinliyi falan yoxdur. Çox qəşəngdir. Sonra bu da xiyar turşusudur. Bostanındır o. Oradan da bostan da məhsulları əladır. Uşaqlar istəyib. Skuşonunu almışam. Salat edəcəm. Konfet. Mən ümumiyyətlə bütün alışverişlərimdə mütləq vanildir. Vanil, qabartma tozları mütləq almalıyam. Da burada. Yəni ehtiyac olduğunda da alıram. Atıram xaladenikə. Durayla. Salat üçün hollat pendiri. Milan bu qatığını çox tərifləyirlər. Mən də aldım, görüm necədir. Əslində ev qatığı istifadə edirəm, amma bunu yoxlayacağım. Sonra Rahimə sok almışam ki, sabah üçün süfrəyə aldığım sokları içməsin. Bunu da özüm almışam çayını içməyə. Devam edək. Burada qoz almışam, bir də aşqara üçün pişmiş almışam. Bundan da aldım albuxarı turşusu. Filə almışam salat üçün. Xurma. Məncə bunu belə qoyum. Yağ. Bu mayonez ümumiyyətlə ən gözəl mayonezlərdəndir də. Yəni mən bunu istifadə edəndə salatlarda smetan istifadə eləmirəm. Bu da endirimdəydi. Bravo'da götürdüm. Sonra geçirik düzürsinə. Bostanın feyuxa qarışıq əladır bu da. Və yenə tacım pomidorun 2 dənə götürmüşəm. Soğandı. Kökdür salata. Soğandır, gök. Bu nə qədər elədi? Arazdan aldıqlarımız 51 manat elədi. Hələ soklar da var. Bunlar qalıb yerdə. Hepsi götürmüşəm. Uşaqlar içir. Süfrəyə. Düyü götürdüm. Mayın sokları qəşəngdir. Mənim ən xoşuma gələn soku isə bu da. Bunu da Nila istəyib. Buyur. Bravo'dan aldıqlarımız belədir. 18 manat. Başlayayım. Tortumu hazırlayayım. Sabah da dolmanı, aşalatlar edəcəm. Dünən axşam belə qənd bişirmişəm. Sütün döyəcləməmişəm deyə belə olubdu. Ən asan üsulla doğramaq istəyirəm. Mən sirop, tort üçün siropu belə hazırlayıram. Burada gördüyünüz çiyələk vareniyasının suyudur. Bir də buna bir xörək qaşığı skuşon əlavə edəcəm. Biraz da su atacağım içinə. Üçün siropumu hazırladım, suda qatdım. Mən biskvitimi bundan istədəcəm. Bütün şirniyyat yerlərinin hamısında, yəni bu sirobla biskviti yumuşaldırlar. Ona görə də elə bilirsiniz ki, təzədir də. Ancaq təzə deyil, çünki biskvitlər bişirilir, əvvəlcədən saxlanılır. Belə siroblarla istədib yumuşaldırlar. Mən də bunu ev üsulunda özüm eləyirəm. Yəni bu tortların sirridir, paylaşıram sizlə. Bax, dəyərli sirri da. Orada da krem hazırlayıram. Başlayayım eləyim. Mənim tortumun biskvitləridir. Dünən telefona başım qarşında yadınıza gəlib biraz ötürmüşdüm. Daha doğrusu buydu. Bunu belə təmizlədim, ortadan bölmüşəm. Bu da ikinci listimdir. Bunu da ortadan bölüb hazırlamışam. Bunu da əlavə bişirmişdim. İstəyirəm ki, belə qısa ad günü
videosu çəkeyim. Onun üçün belə balaca bir sok hazırlayıram. Balaca tort hazırlayacağım mini. Bu da üçüncü. Bezleyeceğim böyle. Yani şam koyup kısa short çekeceğim bundan. Birinde ay yerleşmiyor. Bu yerleşir. Milay rahim tort yemək istəyir bayaqdan. Bisküvitlər rahimdən qoruyuram. Bu da üçüncü. Bunu da ayrıca eləyəcəm. Burada da kremimi hazırlayıram. Biraz qatlaşana qədər getməlidir. Tortun arasını baxım belə eləyirəm. Bütün bu prosesi göstərməyəcəm. Çünki vaxtım yoxdur, qaça-qaça edirəm. Yəni arasını bax belə eləyirəm. Damla şokolad, banan, apelsin. Bu axırıncı hissədir. Də keçirəm mənim minnoş tortuma. Başlayıram bunu eləməyə. Çünki 1 saat qalıb artıq ad günümün olmağına. Bunu tez hazırlayım, video çəkim. Ətrafına fikir verməyin. Dələ yığışdırmamışam. Bunu bəzədim. Necədir? İndi gedirəm 33 şamlarını gətirib taxam. Sonra da gedəm qısa short çəkəcəm. Ad günündən bağlı. Instagramda da paylaşacağım. Üstə gərək şokoladları tökməzdim. Gəlib onun bir şey fikirləşərəm. Bu balaca mini tortumdur. Bəyəndin Rahim? Saat 03:11'dir. Mən tortumu indi bitirdim. Belə bəzəmişəm. Pantiklərdən səliqəsiz yerlərini ortasına eləmişəm. Necədir? Sabahlarım bir dənə bura yazı yazacağım. Qırmızı renkdən. Gedim yatım. Səhər durub işlərimi görüm. Necədir tortum? Bugün qonaqlarım olacaq, dostlarım, bacım gələcəklər bizə. Ona görə də hazırlıqlar görməliyəm. Dedim, biraz səhər yatım, dincəlim ki, yorğun olmayım da. Çünki gün ərzində çox iş görəcəm. İşlərdə getmədim, icazə aldım ki, bunların hamısını çatdırım. Belə çox bir gözəl səhərdir, pozitivəm. Bilmirəm, niyə qəşəng bir ab-hava var, çöldə bizim göstərim. Necə sakit, gözəl. Bir dəqiqə vaxtım yoxdur. İnanırsınız, şu gün ortadır. Mən hələ yeməmin dolmanı bükməmişəm də. Bayaqdan əti çəkirəm, nə bilim, aşqara üçün əti qaynatdım. Bunun için hazırlamaq, eləmək. İnanırsınız, elə biləm ki, çatdırmayacağım. Bacıma demişəm ki, belə 60-la gəlin də, rayondan gələcəklər. Rahat gəlin də, gecəyə gəlin çıxıb. Çox rahat gəlin deyirəm, tələsmədən gəlin. Ged mən də çatdıra bilim. Rahimi də bağçaya göndərməmişəm, özüm də işə getməmişəm, ikimiz də evdəyik. İndi mən nə eləyirəm? Salatlar eləyəcəm, 3 cür salat eləyəcəm, kələm dolması eləyəcəm, bir də aş eləyəcəm, aşqaralı aş eləyəcəm. İnşallah ki, çatdıraram. Deməli, bu ikinci salatımdır, hazırlayıram. Mimoza hazırdır, xaladenka qoymuşam. Yəni üstünün pendirini axşam süfrəyə qoymamışdan 1 saat əvvəl vuracağım. Bu mənim general salatımdır. Narsımına baxın, nə gündədir buralar. Hələ düyü də qalıb burada. Burada da dolma bişir, aşın suyunu qoymuşam. Özüm də nə gündəyim. Bir dənə bunları bitirim. Sonra özüm bəzənim, hazırlaşırım. Sonra da evi süfrənizə də hazırlayayım. Hələ saat neçədir? Harada saat 3 saat olar da. Mən hələ yemək yeməmişəm. Bunları hazırlayıram. Yaxşıdır.
Şuydu qoymuşam suya ki, qumu tökülsün. Sonra suyu çəkindən sonra doğrayıb bunun üstə tökəcəm. Burada aşqaran xəmirini hazırlamışam. Daha doğrusu, bilmirəm, nə danışıram, yorulmuşam çox. Aşın qazmağını hazırlayıram. Mən bu üsulla hazırlayıram, çox ləzzətli olur. Burada da aş qaynayır. Qaynasın süsəcəm indi. Sonra keçib aşqaranı hazırlayacağım. Arada mənə baxın. Hələ ki bu videoya heç bir şey hazırlaşmamışam. Bir dənə bitirim, bir dənə salatım qalıb. Onu da hazırlayıram, aşqaranı deyirəm, всё, hazıram. Bitirdim işlərimi. Tam da görsənmirəm. Bitər oldum. Bu bilirsiniz nə salat edirəm. Bu 3-cü salatımdır. Yeni ildə eləmişdim, yadınıza gəlir. Nədir? Yolka salatı. Onu indi bu dəfə yolka eləmirəm. Ancaq o eyni salatı da bir dənə yana yolka fason eləmirəm. Dofidi salmıram. Çox tez hazırlanan, asan dadlı salatdır. Yəni çox qəşəng salatdır. Mən bunu üstdən su axıdım bir dənə. Qabları yuya iş görürəm ki, ümumiyyətlə işim bitsin. İndi filəni bir dənə doğrayacağım. Onun içinə qatıraq qoz, filə, bir də kukuruz, yəni qarğıdalı, konservləşdirilmiş alıram. Mayonez, duz, üstü öz yerində. Tez hazırlanır, bir də filədə yəqin ki dedim. Həm çox dadlıdır, həm də çox tez hazırlanır. Yəni əziyyətli bir şey deyil də. Onu axıra saxlamışdım. Aşı da dəmə qoydum. Bir dənə qaldı aşqara. Onu da hazırlayayım. Süfrəni hazırlayacağım. Özüm də hazırlaşım. Sonra dincəlim day. Tək olmaq belədir. Düzdür. Dəyib dolaşan yoxdur əl-ayağıma. Bir dənə Rahim də arada gəl. Rahim evdə, evinə gündədir. Qonaqlarım gələcək. Mən bunu tez bazar yığışdırmalıyam. Necə? Adlıyız bloka hazırdır, qəşəng süfrə hazırladıq. Hər şey yerindədir. Salatlarım. Bu salatı birinci dəfədə hazırlayırıq. Hazırladım, proses bitirelim. Kazım. Olsa qırıq-qırıq. YouTube'um var. Çok yakın yola bir şey. Kameraman çıktı. Zahirlə Səydən asetləri, Turanla mən. Ben yoxdur. Baş çekin. Bunlar da götürüm dedim ki, yiyirsən də baxma. Təbriklər nəsə deyək. Как мало. Qonaqlarımız gəldi hamısı. Eşk olsun. Bir qız niyə bir keyf durmuşdu? Nila kömək eləmsən bu mamaya. Aa, dərsdən indi gedib. Başın sarıkların geçirmeye şey görürsün. Dedim bu işi koltuk keselim. Özündə mi olsun? Askı mı? Başım orada keçebiliriz. Böyle ayılarsa kesecek. Neyini sen əvvəl qaldı? Lazım olar. Buranın sərgiyəsində bir qapını bağla. Yanında qapı. Ha, filet çəkir orada. Köşə yanlardan. Qalan yanında. Nazirə Mahmud. Ya şu Evet. ben taşına kal.
Sıfır. Звать вообще конкретно. Siz gəl orada qalar, hə? Olsa. Ben yakınlaştırayım böyle. Ha, Sağa geç sağa. Hadi tal elə, gözünə sağ. ha belə bax. Diqqət gəlir oradan, diqqət. Sevgildim top. Ay kız. Şunur da axı. Montaj əla olacaq, yaxşı olacaq. O, kraliça. Ay, ya, nə qəşəng. Allah bundan yetir. Bu xana ayaqda toydu, bu da gəlin. Biri gəlin, köçür. Qoy da başına. Olur mu? Ortasıyla. Hoppa. Nə qəşəng yanaşdı. Ben eleyim. Yok. Sen eleyim. Ay, çox yaxına gəldi, şey oldu. Kölgələr düşür. Bir şey diye. Buna buna bağlayalım. Başına. Ben eleyim. Buna bağlayalım. Nerede bu biri? Gəlmirəm deyir. Məncə. İbrahimin gülüdür. Mənə hədiyyə eləyib. Bu da Nilayın hədiyyəsidir mənə. Özü şəkilləri çıxartdırıb belə düzəldibdi. Bir dənə də hədiyyəm var. Bu da mənim gülümdür. Ad günümə iş yoldaşlarım göndərmişdi. Hələ solmayıbdı da. Gərək bunları bir-bir çıxardım. Qəşəng suya qoyum. Qarıya var. Şey getirəm. 33 yaşımın ilk səhərədir ki şey getirəm. Otlara baxın. Bunu da bacım gətirmişdi tortu. Mənim öz pişirdiyim də oradadır. Başlayım qabları yumağa. Yuyum bitirim. Evdə ad günü eləyəndə, evdə ümumiyyətlə hansısa bir məclis edəndə son belə olur. Qabları yumaq, ev bütün qarışır bir-birinə, evi təmizləmək. Sağ olsun, bu qabları bacım yuydu ki, səhər işə gedəcəksən. Qoy qabları yuyum. Yuyubdum, bir dənə götürüb bunları yerinə qoyacağım. Burada da qablar qalıb, səhər işə getdiyimə görə heç bir şey yumamışam. İndi bunları mən yuyacağım. Başlayaq, bir yerdə yuyaq.